Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkanda bağ üçün ən prestij məkanlardan hesab edilən Qızılqum bağlarında 16 sot torpaq sahəsinin üzərində inşa edilmiş 6 otaqlı, 5 yataq otağından ibarət olan bu gözəl neoklasik bağ evini təqdim edirəm. Bəzən mənə müraciət edən yoldaşlar neoklasik bağ evlərinə üstünlük verirlər. Bu sizin üçün çox əla bir seçimdir, çünki lokasiyası da çox gözəldir. Qarşıda Qoşaqala restoranıdır və ətrafda çox kübar və elit qonşuluq formalaşıb. İlk öncə sizə küçəsini göstərmək istəyirəm. Və əlavə olaraq sahibkara alqış düşür ki, baxın görün necə bir gözəl xidmətçi otağı sürücülər üçün ümumiyyətlə belə bir gözəl bir otaq düzəltib və avtomobil üçün qarajdır, küçədən birbaşa keçidlə. Həyətə daxil olan kimi isə bizi belə bir geniş bir meydança qarşılayır. Müxtəlif təyinatı üzrə istifadə edə bilərsiniz. İnşallah bu evi alanlar bu evdə şadlıqlar etsin, xoş günlər keçirsin. Çox gözəldir. İnşallah xeyirli olsun alanlar üçün. Sağ istiqamətimizdə belə bir yaşıl zonadır. Yaşıl zona demişkən ümumiyyətlə siz bir dənə ətrafa baxın, görün necə gözəllikdir burada. Çox gözəldir. İllərin ağacları var. Və sağ istiqamətimizdə yay və qış mətbəxidir. Yay və qış mətbəxinin yanında özünə məxsus olan manqaldır və burada gözəllik nədən ibarətdir ki, yay və qış mətbəxinin daxilində özünə məxsus olan bir əlavə olaraq bir gizli qapalı bir mətbəxi də var. İsti döşəmədən ibarətdir. Mənim buradakı ağaclar çox xoşuma gəlir və hovuzun yerləşmə yeri. Baxın görün hovuzu necə gözəl inşa ediblər ki, ətrafında siz istirahət edirsiniz, ağaclara baxırsınız, çox gözəldir və buradan mənim ən çox xoşuma gələn də bu evi, necə deyirlər, ətraflarını da siz gəzə bilərsiniz. Eyvandan birbaşa olaraq bağça görüntüsü və master yataq otağının daxilində vanna otağı var. Onu göstərəm sizə. Birazdan tam olaraq evin içinə daxil olmaqla ev haqqında sizə məlumat verəcəm. Və evə daxil olan kimi bizi belə bir gözəl dəhliz qarşılayır. Dəhlizimizin sağ istiqamətində üz geyimləri üçün şkafdır. Sol istiqamətimizdə isə çox geniş bir zaldır. Ev ümumiyyətlə isti döşəmədən ibarətdir və çox keyfiyyətli materiallardan istifadə olunub. Bu zaldan da birbaşa olaraq bağçanın kənarına çıxa bilərsiniz. Sağ istiqamətimizdə isə mətbəxdir. Artıq gördüyünüz kimi mətbəx mebeli də quraşdırılıb. Çox gözəl, zövqlü. Birinci mərtəbədə əlavə olaraq camaşırxana da var ki, bugünkü gündə bu çox vacibdir, laundry. Evin ümumi hamam otağını göstərirəm və layihədə olan birinci mərtəbə üçün yataq otağı. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə isə 4 yataq otağı var və 4 yataq otağının daxilində özünə məxsus olan hamam otaqlarıdır. Onları da sizə göstərirəm. Amma master yataq otağında əlavə olaraq qardirob otağı da var. Çox gözəldir. Və buradan yataq otaqlarından eyvana çıxış, bayaqki vurguladığım kimi. Mən sizə, dəyərli izləyicilər, bu villanın tam ətraflı bir videosunu təqdim edəcəm və burada QR kod yerləşdirirəm ki, telefonlarınızdan rahatçılıqla skan edin, birbaşa olaraq bizim Bağımazı web saytına keçid edin. Orada siz şəkillərlə, lokasiya ilə, ətraflı bütün məlumatlarla tanış olun, videosuna da baxa bilərsiniz. Əsas məqsədimiz müştəri məmnuniyyətidir və tövsiyəm odur ki, gəlib bura canlı baxasınız. Sizə bu evdə çox xüsusi bir endirim var. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.